Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə ABC Akademiyanın yeni nəşri olan biologiya sınav toplusundan 5-ci sınavın sualları ilə tanış olacağıq. Başlayaq ilk sualdan. Sxemdə bir kişidə X və Y xromosomları üzərində yerləşən bəzi genlər verilmişdir. A. Demək, fenotipi verilən qız övladlardan hansı bu kişinin övladı ola bilməz? Mutasiya baş verməmişdir. Aha. Diqqət etməliyik, burada fenotipi verilən, fenotip verilib aşağıda. Demək, biz bilirik ki, qızlar, atalar daha doğrusu kişilər, yəni X və Y xromosomlarına malik olurlar. Onlardan qız övladlarına isə X xromosomunun üzərində yerləşən genlər keçə bilər. Burada da indi X və Y xromosomları verilib və bunların homoloji və homoloji olmayan sahələr verilib. Yəni, ola bilsin ki, M və F genləri hər ikisi qadın və kişidə, çünki homolojidir bu genlər, homoloji sahələrdə yerləşirlər. Qadın və kişidə eyni dərəcədə biruzə verəcək övladlarda. Amma T və K genlərinin qız övladlarında və oğlan övladlarında əmələ gəlməsi fərqlidir təbii ki. Çünki bunlar homoloji olmayan sahələrdə yerləşirlər. Cavabların içərisinə baxsaq, cavablardan böyük T genləri təsvir olmuşdur və B cavabında isə kiçik T geni təsvir olmuşdur, verilmişdir. Demək, baxaq. Qız dedi ki, qız övladı atadan X xromosomlarını alır. Deməli, X üzərində yerləşən genlər övladlarına keçə biləcək. Düzdür? Yenə deyirəm, homoloji olan sahələrdə Y xromosom üzərində də görə bilərik həmin genləri. Amma homoloji olmayan sahələrdə danışsaq, biz T və K genlərinə burada toxunacağıq. Demək, atada böyük T genidir. Baxaq, indi ana bu əlamətə görə hansı genləri daşıya bilər? Bu əlamətə görə ana böyük T genini də daşıya bilər, kiçik T genini də daşıya bilər. İndi, əgər böyük T genini daşıyan spermatozoid ilə yumurta hüceyrə maylanıbsa, hər iki əlamət üzrə dominantlıq olacaq. Yox, kiçik T genini daşıyan yumurta hüceyrə ilə spermatozoid maylanıbsa, o zaman böyük T və kiçik T şəklində, yəni heterozigot vəziyyətdə olacaq. Amma bu ola bilməz. Nəyə görə? Çünki yumurta hüceyrə T-ni daşısa da, atada verilən əlamət böyük T əlamətidir. Böyük T əlamətidir, yəni dominant əlamətdir. Və bu hal ola bilməz. Əgər bu hal olsaydı, bu hal ola bilsəydi, fenotipdə resesiv əlamət özünü göstərərdi. Və o zaman deyərdik ki, məsələn, B cavabı doğru cavabdır. Amma gördüyümüz halda, gördüyümüz şəkildə ata sadəcə dominant əlaməti daşıyır. Anadan da istər böyük, istər kiçik T geni daşıyan yumurta hüceyrənin gəldiyi halda istənilən iki halın ikisində də, yəni dominant əlamət özünü göstərəcək. Daha B cavabında kimi resesiv əlamət, yəni kiçik T geni özünü göstərməyəcək. Ona görə deyilə burada cavab B cavabıdır. Uyğun cavab B cavabıdır. Yenə deyirəm, kiçik T, yəni resesiv əlamət fenotipdə biruzə verilə bilməz. Diploid xromosom sayına malik olan fərqli hüceyrələrə aid mərhələlərin hamısının meyoz bölünməyə aid olduğunu, hansının daha doğrusu meyoz bölünməyə aid olduğunu mütləq şəkildə söyləmək olar. Demək, burada diploid xromosom sayı deyir. Diploid xromosom sayı deyir. Yəni 2 sayılı hüceyrədir. Burada hansının meyoz bölünməyə aid olduğunu mütləq şəkildə söyləmək olur. Mütləq şəkildə. Baxaq, birinci şəkildə verilib, 2 xromatidli xromosomlardır, hüceyrənin ekvatoru boyunca düzülüblər. 2 xromatidli xromosomların hüceyrənin ekvatoru boyunca düzülməsi, bu həm meyozda ola bilər, həm də mitozda ola bilər. Yəni, meyoz bildə də mümkündür bu, mitozda da mümkündür. Ona görə bu mütləq mitozdur, üzr istəyirəm, mütləq meyozda deyə bilmirəm. İkinci halda, burada xromosomun sayına da diqqət etməliyik biz. Birinci halda xromosomun sayı cüt idi, 4 xromosom var idi. İkinci halda isə artıq xromatidlər bir-birlərindən ayrılıblar, qütblərə çəkiliblər. Ayrılmamışdan əvvəlki halını düşünsək, burada 3 dənə xromosom var. Heç vaxt diploid xromosom yığımı 3-ə bərabər ola bilməz. Deməli, bu haploid xromosom yığımıdır. Belə deyim də, diploidi 6 olan hüceyrənin haploid xromosom yığımıdır. Haploid xromosom yığımı bu meyoza aiddir. Yəni, mitozda belə hal ola bilməz. Ona görə ikinci hal doğrudur. Üçüncü hala baxsaq. Üçüncü halda nədir? Üçüncü halda 2 xromatidli xromosomlar qütblərə çəkilib. Bu da yenə meyoza uyğun cavabdır. Meyozda mümkündür. Mitozda olur.
Və 4-də nə verilib? 4-də də verilib ki, ayrılmış xromatidlər bir-birlərindən ayrılıblar, qütblərə çəkiliblər, sayıları da bərabərdir. Yəni bu həm mitozda ola bilər, həm də meyozda ola bilər. Bu da mütləq şəkildə meyoza aid olduğunu deyə bilmərik. O zaman burada cavab ikinci və üçüncü cavablar uyğun oldu. Deməli 2-də xromosomun sayının təkliyinə görə, 3-də isə 2 xromatidli xromosomların qütblərə çəkildiyinə görə biz deyirik ki, bu hallar, bu şəkillər hər ikisi demək meyoza aid olan şəkillərdir. Sonra 3-də X cinsi xromosom ilə ilişkili olan dominant bir genlə ötürülən əlamət haqqında aşağıdakı fikirlərdən hansı doğrudur? X xromosomlarla ilişikli və dominant şəkildə nəsil ötürülür. Bu əlamət qız uşaqlarına həm ana, həm də ata tərəfindən ötürülə bilər. Bəli, çünki X xromosomları həm atadan, həm də anadan gələ bilirlər qız övladlarına. Ona görə bu hal doğru haldır. İkincidə nə deyə bilər? Qız uşağı bu əlamətə göstərə bilməsi üçün homozigot olmalıdır. Xeyr, həm homozigot vəziyyətdə, həm də heterozigot vəziyyətdə bu əlamət özünü göstərəcəkdir qızda. Yəni bu doğru deyil. 3-də nə deyir? 3-də deyir ki, bu əlamətə sahib bir qadının resessiv əlamətli bir uşağının olmaq ehtimalı yoxdur. Olmaq ehtimalı yoxdur, biz mütləq şəkildə deyə bilmərik. Ola bilsin ki, qadının genotipi bu şəkildə heterozigot olur. Ata da A geninə görə resessiv əlamətli bir gen daşıyır, X geni daşıyır və bu 2 xromosom bundan, buradakı xromosom biri zigota düşərsə, bu zaman resessiv əlamətli uşaq doğulacaq. Yəni bu halda doğrudur. O zaman belə çıxır ki, sadəcə birinci cavab, bəli, A bəndində verilmiş cavab doğru cavabdır. 4-də aşağıdakı eyni ekosistemdə olan canlılar arasında qida əlaqələri verilmişdir. Bu sxemə görə verilənlərdən hansı doğrudur? Verilənlərdən hansı doğrudur? O prosent canlıdır. O canlısı prosentdir. Bəli, çünki yəni belə deyim, enerjini hamısı ondan alırlar. Qida zəncirinin başlanğıcında həmin canlıdır. Doğrudur bu. İkincidə S-saprofit canlı ola bilər. Bəli, hamısının yekununda, bütün o halqaların yekununda gəlib S yerləşib. Olar. Düzdür, indi hamısının yekunu dedim. İndi bura baxaq, burada da verilib. Demək ki, V-nin də yekununda verilib. O'nun özünün də yekununda verilib. Bəli, hamısının yekununda yerləşib, doğrudur. Ona görə bu saprofit canlıdır, redsent orqanizmdir. Demək ki, ikinci də doğru halda o zaman belə çıxır. Sonra üçüncü hala baxaq. Üçüncü halda nə verib bizə? Üçüncü halda verib ki, T və R ətlə qidalanırlar. T və R ətlə qidalanıblar. Burada bir dəqiqə. T və R ətlə qidalanırlar. T ot yeyəndir. Ot yeyəndir. R isə P ilə qidalanır. Yəni P ilə qidalandığına görə bu da ət yeyən orqanizmdir. Ona görə bu T-yə görə doğru deyil. 4-də deyir ki, P və V otla qidalanan canlılardır. P, V hər ikisi bəli otla qidalanır, O ilə qidalanır, prosent canlı ilə. Ona görə bu da doğrudur. Yəni burada sadəcə 3-cü səhv oldu, qalanları düz oldu. Cavab D bəndi olacaq. 4-cü sualda uyğunsuzluğu müəyyən edin. Sümük toxuması ordovikdə yaranmışdır. Bəli, doğrudur. Bu doğrudur. Uyğundur. İynəyarpaqlı bitkilər daş kömürdə, üç məməlilər triasdır, göbək ciyəsi isə təbaşirdə ali məməllərdə yaranmışdır. Dişlərin ixtisaslaşması bu perimdə baş verir. Ona görə bu uyğunsuzdur burada. 6-cıda cümləni doğru olaraq tamamlayın. Parapteklərin meydana çıxdığı geoloji dövrdə baş verənlərdən hansı? Başayaqlı mollyuskaların bir çox qrupu yox oldu. Bəli, elə cavab burada budur. Başayaqlı mollyuskaların bir çox qrupu yox oldu. Sonra digərlərinə baxaq. Arxeopteryx meydana çıxdı. Arxeopteryxin meydana çıxması bu Yurada baş verib. Sonra süni seçmə yarandı antropogenda. Örtül toxumlar meydana çıxdı təbaşirdə. Toxumlu qıcılar isə yox oldu Triasda. Ona görə bu cavablardan heç birisi parapteklərin meydana çıxdığı geoloji dövrdə, yəni paleogenda baş verməmişdir. Sonra 7-ci suala baxaq. 7-ci suala. Tərkibində 70 aden nükleotidi olan DNT molekulunun ikiləşməsi zamanı ayrılan və əmələ gələn hidrogen rabitələrinin cəmi 690-dır. İkiləşmədən əmələ gələn bir DNT molekulunun pentoz və fosfat turşusu qalıqları arasında əmələ gələn rabitələrin cəmi neçədir? DNT molekuludur 2 zəncirli
2 zəncirli DNT molekuludur və molekulda cəmi 70 dənə adenin var. 70 dənə adenin varsa təbii ki 70 dənə timin var. Mən də burada 2 dənə zəncir göstərdim. Birinin üstünə adenin göstərdim, birinin üstünə timin göstərdim. Yəni DNT-də bu şəkildə deyil. Sadəcə mən bunu göstərmək üçün asan olsun deyə bu şəkildə göstərdim. Təbii ki, məsələn 31 zəncirdə olar adenin, təbii ki onun 30 dənə komplementar timinin digər zəncirdə olacaq. Və yaxud da ki məsələn 20 dənə adenin olar zəncirin birində, onun komplementarı 20 dənə olur. Sadəcə bu göstərmək asan olsun deyə bu şəkildə göstərdim. Və bunların da arasında olan rabitələr 2 qat rabitələrdir. İndi bizə nə deyir? Deyir ki, bu DNT molekulu ikiləşir və ikiləşəndə də təbii ki müəyyən rabitələr qırılacaq və müəyyən rabitələr əmələ gələcək. Demək burada əvvəlki ana zəncirin arasında olan rabitələr qırılır. Həmçində burada guanin və sitozin də var, onlar da təsir edir. Bunların da arasında olan rabitələr qırılacaqdır və yeni zəncirlər yaranacaqdır. Yeni zəncirin hər biri də əvvəlki zəncirin, yəni ana DNT molekulunun zəncirinə komplementar şəkildə yığılacaqdır. İndi mən şərti olaraq bu tərəfdə zəncirdə 70 timin göstərmişəm. Yığılan yeni zəncirdə də o zaman 70 dənə adenin göstərirəm. 70 adenin göstərirəm. Və bu zəncirdə bu tərəfdə demək 70 adenin göstərmişəm. Yeni zəncirdə də 70 timin göstərirəm. Bunların da arasında 2 qat rabitə yaranır. O zaman baxaq, yaranan və qırılan rabitələr neçədən oldu? Bu rabitə qırıldı, buradakı rabitələr isə əmələ gəldi. Toplamda neçə rabitə əmələ gəldi? 3 dəfə rabitə təzələndi. Hərəsində də demək 2 qat rabitədir və 70 dənə nükleotid arasında təzələndi bu. O zaman cəmi deməli rabitə 3 dəfə 2 qat rabitə 70 nükleotid arasında, yəni 70 adenindir, 70 timindir, yəni bu 70 nükleotid arasında deyirəm. 420 dənə rabitə yeniləndi və əvvəlki zəncir qırılmış oldu. İndi baxaq. Cəmi bizə 690 dənə qırılan və əmələ gələn rabitə deyir. Bunun 420-si adenin və timin arasında qırılan və yenidən əmələ gələnlərdir. Neçəsi qalır yerdə? 270-i. Bu 270-də guanin və sitozin arasında yaranan və qırılanlardır. Yenə də burada götürək. 3 qat rabitədir. 3 dəfə təzələdim. Amma nükleotidlərin sayını bilmirəm. Ona görə nükleotidlərin sayını bir y ilə işarə edirəm. Və cəmi bərabərləyirəm 270-ə, daha doğrusu hasili. Buradan çıxır ki 9y bərabərdir 270-ə. Y-in də sayı 30-a bərabərdir. Bu y nədir? Bu y guanin və sitozinin hər birinin sayıdır. Yəni 30 sitozin var, 30 guanin var. Belə çıxır ki, əvvəldən də bildik ki 70 adenin və 70 dənə də timin var. Cəmi neçə nükleotid var burada? Cəmi 200 dənə nükleotid var. İndi baxaq, DNT 2 zəncirlidirsə, belə çıxır ki, hər zəncirdə 100 nükleotid var. Hər zəncirdə 100 nükleotid var. Məsələni davam edirik. Demək deyir ki, ikiləşmədən əmələ gələn bir DNT molekulunda pentoz və fosfat turşu qalğaları arasında əmələ gələn rabitələrin cəmi neçə olur? 100 dənə nükleotid var, hər birinin də tərkibində nə var? Demək, azot əsası var, hər hansı bir azot əsası, adenin olar, timin olar, guanin, sitozin və s. Karbohidrat var, 5 karbonlu və fosfat turşu qalğı var. Eləcə də bir nükleotidin, deməli, bir dəqiqə üzr istəyirəm. Burada deməli, bunu tapaq. Birinci, karbohidratla fosfat turşusu qalğı arasında rabitə yaranır. Karbohidratla fosfat turşusu qalğı arasında yaranan rabitə bir dənə rabitədir. İndi baxaq, hər nükleotiddə bir dənə rabitə varsa, o zaman 200 nükleotiddə 200 dənə belə karbohidrat və fosfat turşusu qalğı arasında rabitə olacaq. Bu, hər nükleotidin öz içərisində olan rabitədir. Eləcə də bir nükleotidin karbohidratı ilə başqa bir nükleotidin fosfat turşusu qalğı arasında da rabitə yaranır. Başqa bir nükleotid deyil. Başqa bir nükleotid arasında yaranırsa, demək 2 nükleotidin arasında olanı mən götürəcəm. 100 dənə nükleotid var, hərəsinin arasında da rabitələr var. Fosfat turşusu və karbohidrat arasında. Demək, 100 dənə nükleotidin hər birinin sayından bir əskik götürürsəm, onda hər zəncirdə 99 və 99. Yəni, hər zəncirdə bir əskik sayda rabitə götürəcəyim. Bu zaman toplamda rabitə sayı karbohidrat və fosfat turşusu qalğaları arasında 398-ə bərabər olacaq. 398 də E bəndində verilmişdir. Yəni, cavab E bəndində olan cavab olacaq. İndi keçək buradan növbəti, deməli, səhifəyə görək oradan hansı sual verilib bizə. Burada.
Verilmiş qida zəncirində ikinci dərəcəli konsumentin bədəndən qurulmasına 8000 kilojoule enerji sərf olunmuşdur. Aha, ikinci dərəcəli konsument burada hansıdır? İkinci dərəcəli konsument qurbağadır. Qurbağanın bədəndən qurulmasına 8000 kilojoule enerji sərf olunmuşdur. Qurbağa 8000 kilojoule. Buna əsasən otun üzərinə düşən günəş enerjisinin və qartalın bədəndən qurulmasına sərf olunan enerjinin qiymətini müvafiq olaraq yazın. Enerji keçidi maksimumdur. Enerji 5-20% keçir. 5-20%. İndi maksimum dediyinə görə mən enerjinin hər dəfə 20%-ni götürəcəm. 20%. Və 20% də başqa cür 100% enerjinin 5də biridir. Hesablamanı asanlaşdırmaq üçün hər dəfə enerji keçidində əvvəlki deməli halqanın enerjisinin 5də birinin növbəti keçişdiyini deyəcəyim. Çünki 20% 100%-in 5də biridir. O səbəbdən. Baxaq, burada dedi ki, qurbağanın bədəninin qurulmasına 8000 kilojoule enerji sərf olunub. Qurbağanın bədəninin qurulmasına 8000 kilojoule enerji sərf olunub. Növbəti ilana nə qədər enerji keçəcək? Yəni, ilana keçən enerjiyi, yenə deyirəm, 20% və başqa sözlə 5də 1 olacaq. 8000-in də 5də 1-i nə qədərdir? 1600. Deməli, 1600 kilojoule ilanın bədənindən, daha doğrusu ilana keçəcək. Və daha doğrusu yox, ilanın bədəninin qurulmasına sərf olunacaq. Sonra bunun da yenə də qartalın qartalın bədəninin qurulmasına daha doğrusu sərf olunanı demək 20%-dir. Yenə də 5də 1-dir. O zaman qartalın bədəninin qurulmasına 320 kilojoule enerji sərf olunacaq. Qartal bəlli oldu. 320 kilojoule. İndi keçək əvvələ qaydaq. Görək ki, bitkinin üzərində nə qədər günəş enerjisi düşüb. Aha, mən bunun üçün mərhələlərlə qartalda və otda olan enerjini tapmalıyam. Qartal dedim, çəyirtkədə. Çəyirtkədə və otda olan enerjini tapmalıyam. Çəyirtkədə olan enerji nə qədər olub ki, bunun 5də 1-i, yəni 20% qurbağa bədəninin qurulmasına sərf olunub. Həmin bu 5də 1 də 8000 kilojoule-dur. Yəni, belə tapılam. 20% yaxud ki 5də 1 8000 kilojoule-dursa, onda 100% özü, yəni çəyirtkənin öz bədəninin qurulmasına sərf olunan nə qədər olub? Bu zaman 8000-in 5-ə vuracam, o da eləyəcək 40000. 40000. Yəni 40000 kilojoule-da çəyirtkə bədəninin qurulmasına sərf olunub. Eləcə də otda da yenə də çəyirtkədəkindən 5 dəfə çox olacaq. Yəni 20% olacaq. O zaman otda da toplanan enerji olacaq 40000-dən 5 dəfə çox. Yəni 200.000 kilojoule olacaq. 200.000. Aha, otda bu enerjinin yəni daha doğrusu otda toplanan bu enerjidən günəş enerjisinin 1%-dir. Yəni günəş enerjisi nə qədərdir? Bunu necə tapa bilərəm? 200.000-i götürərəm 1% kimi. Günəş enerjisinin özünü isə 100% götürərəm. Nəyə görə belə götürdüm? Çünki bitki üzərinə düşən günəş enerjisinin 1%-dən istifadə edib fotosintez edir. Buradan da tapıram ki, günəş enerjisi nə qədərdir? Günəş enerjisi 20 milyon kilojoule-dur. 20 milyon kilojoule. Demək, bir daha bunu vurğulayayım. Qartal bədəninin qurulmasına 320 kilojoule enerji sərf olunacaq. Amma bitkinin üzərində düşən günəş enerjisi 20 milyon kilojoule olacaq. Və bu da A bəndində verilmiş cavabdır. Sonra baxaq növbəti suala. Aşağıdakı qrafiklərdə bir məməli heyvanın ana yumurta hüceyrəsinin meyoz bölünməsi zamanı bəzi dəyişikliklər göstərilmişdir. Aha, baxaq suala. Demək, sentriollar ilə xromosom arasındakı uzaqlıq getdikcə azalır. Deməli, sentriollarla xromosom arasında uzaqlıq azalırsa, xromosomlar artıq onlara, yəni bölmə vətənləri birləşiblər və onlar qütblərə çəkilirlər. Fikirlərdən hansı yanlışdır? Bunu deyir bizə. Fikirlərdən hansı yanlışdır? Baxaq burada indi. Demək, ən birincisi qrafikləri bir nəzərdən keçirməyirəm. Demək, sentriollar xromosom arasındakı uzaqlıq azalır getdikcə, qütblərə çəkilik dedik. Qütblərə çəkilirsə, o zaman belə olacaq ki, birinci üçün verilən D cavabı burada uyğun olan cavab olacaq. Yəni, D cavabına mən plus qoyuram bu başdan, çünki birinci düzdür.
Baxım ikinciyə. Bir nömrəli qrafikdə dəyişmə telofazada 1-də baş verir. Telofaza 1-də artıq o bölmə vətənlərinin itməsi, sonra xromosomların spiralların açılması prosesləri baş verir. Yəni burada məsafənin azalmasına telofaza 1-ə aid edə bilmərik. Bu yanlışdır. Sonra ikinci grafikə baxaq. İkinci grafik haqqında A və B cavablarını verilib. İkincisi deyir ki, sentrollar arasındakı uzaqlıq getdikcə deməli artır. Sentrollar arasındakı uzaqlıq artırsa, deməli ikinci grafikdir bu. İkinci grafikdə dəyişmə İkinci grafikdəki dəyişmə sentrollar arasında uzaqlığın artması profaza 1-də, profaza mərhələsində daha doğrusu baş vermişdir. Xeyr, bu bir dəqiqə profaza mərhələsində baş vermişdir. Profaza mərhələsində sentrollar qütblərə çəkilirlər və bunların arasında olan uzaqlıq, sentrollar arasında uzaqlıq deyil. Sentrolla xromosom arasında demir. Bəli, profazada sentrollar qütblərə çəkilirlər və bunların arasında olan uzaqlıq artır. Bu doğrudur. İkincidən, İkinci qrafik B cavabında, ikinci grafikdəki şəkil dəyişmənin baş verdiyi fazanın sonunda nüvə qılafı əriyir. Sentrollar, deməli, qütblərə çəkilirlər. Deməli, sentrollar qütblərə çəkilirlər. Nüvə qılafı da əriyir. Bu profazadadır. Nüvəci itir, nüvə qılafı əriyir. Və bölmə vətənləri formalaşmağa başlayır. C-də nə deyir? C-də deyir ki, üçüncü grafikdəki dəyişmə anafaza ikincidə baş verir. Anafaza ikincidə baş verir. Deməli, iki qardaş xromatidlər arasındakı məsafə getdikcə artır. Bəli, qütblərə çəkilirlər, bu da olur. Düzdür. Xromatidlər bir-birlərindən ayrılıb qütblərə çəkilirlər. Bu da ikinci anafazada baş verir. Deməli, burada hamısı düzgün oldu. Elə yenə də bir dənə E cavabı yanlış cavab oldu. Bizə də yanlış lazım idi. Çünki yanlışı seçməyimizi istəyirdi. Yəni E cavabı buna testə uyğun cavab oldu. 10-cu suala baxaq. Xarici hüceyrə qılafı glikokaliks olan orqanizmin sistematikasında hansı kateqoriyadan istifadə edilmir? Glikokaliks deyil, glikokaliks heyvanlarda var. Deməli, heyvanlarda nə var? Növ, cins, fəsilə, dəstə, sinif, tip, aləm. Bəli, burada E cavabı verilib, sıradan istifadə olunmayacaq. Sonra baxaq 11-ci suala. Fotosintezin gedişinə təsir edən amillərdən hansı xarici amildir? Baxaq, bitkinin özündən asılı olan amillər var idi. Məsələn, xlorofilin miqdarı, ağızcığın miqdarı, sonra kök sistemi, yarpaqların səthinin sahəsi, bütün bunlar hamısı bitkinin özündə olan amillərdir, fermentlərin miqdarı və s. Amma xaricdən də təsir edən amillər var idi. Karbon qazının miqdarı, suyun miqdarı və s. Mən burada əmsində günəş işığının dalğa uzunluğu, şiddəti. Xarici amillər. Hansı xarici amildir? Fermentin miqdarı verib. Fermentin miqdarı üçüncüdə verib. Bu daxili amildir. Ağızcıqların miqdarı yarpağın özünə bağlıdır. Xlorofilin miqdarı həmçinin. Yarpaq səthinin sahəsi həmçinin. Amma istifadə edilən suyun miqdarı, ümumiyyətlə su bu xarici amildir. Sudur, karbon qazda. Bunlar xaricdən gələn maddələrdir. Ona görə bir burada istifadə olunan su deməli xarici amil olacaq. A bəndi uyğun cavab olacaq burada. Sonra keçək 12-ci testə baxaq. Görək 12-ci testdə nə verir bizə? Bir polipeptid sintezində iştirak edən mRNA-də 1200 nükleotid vardır. Buna əsasən verilənləri müəyyən edin. Məlumat RNA-də 1200 nükleotid vardır. Kodonun sayı, nəqliyyat RNA-nin sayı, iştirak edən amin turşularının sayı, biosintez zamanı əmələ gələn su miqdarı. Baxaq, 1200 nükleotid varsa, görək burada neçə kodon var. 1200 nükleotidi bölürəm 3 yerə və tapıram ki, burada 400 dənə kodon var. 400 kodon var, yəni məlumat RNA üzərində 400 dənə kodon yerləşir. Bu hansındadır? Demək, burada A bəndi. Testi biraz. A, 400 dənə kodun hansındadır? 400 kodon verilib. Demək, 1200 burada birinciyə verilib, yanlışdır. Sonra burada da D-də 1200 birinciyə verilib, yanlışdır. Digərlərini hələlik saxlayırıq. İştirak edən nəqliyyat RNA-lərinin sayı. İştirak edən nəqliyyat RNA-lərinin sayı görək neçədən olacaq. Mən bunun üçün birinci amin turşularının sayını bilməliyəm. Deməli, baxaq. 400 kodonda, deməli, bunun 399-u amin turşular haqqında olan məlumatı kodlayır. Amma bir sonuncusu stop
koddur. Stop kod artıq o amin turşusu daşımayacaq. Ona görə burada iştirak edən suların sayını tapmaq üçün 400-dən deməli 1-in suyun yox, üzr istəyirəm. Amin turşularının sayını tapmaq üçün 400-dən 1-in çıxıram. Çünki yenə deyirəm, onun 400 kodunun 399-a amin turşusu haqqında məlumatı kodlayacaq. Biri isə stop kodda. İştirak edən amin turşularının sayını tapmaq üçün 400-dən həmin bir stop koda çıxıram. Qalır 399. 399 da amin turşularının sayıdır. Yəni üçüncü 399 olmalıdır. Üçüncü 399. Məsələn, bu B cavabında verib üçüncünü 399. Sonra C-dən üçüncünü 399 verib. Amma E-də üçüncünü 398 verib. Bu cavab da getdi. Sonra iştirak edən nəqliyyat erintiyələrinin sayı. Nəqliyyat erintiyələrinin sayı amin turşularının sayına bərabər olacaq. Əgər 399 dənə amin turşusu varsa, elə nəqliyyat erintiyəsi də 399 dənə olacaq. O zaman ikinci də demək almalıdır 399. C-də və sonuncuya da baxaq, əmələ gələn suyun miqdarı. Suyun nə miqdarı? Amin turşularının sayından bir əskik olmalıdır. Əgər amin turşusunu 399 götürürəmsə, deməli, bunların hərəsinin arasından bir dənə ayrıldığına görə, hər ikisinin arasından, o zaman 398 sayda, yəni amin turşularının ümumi sayından bir əskik sayda su ayrılacaq. Bu da C bəndində verilmiş. Davam edirik. Demək 13-cü sualın hansı hərflə göstərilən azotlu əsas guanindir? Baxaq, bilirik ki, guanin və deməli adenin ölçüsü digər nükleotidlərin ölçüsündən böyükdür. Böyük olanlar bunlardır. Adenin oksigensizdir. Deməli bu adenin ola bilməz. Əksinə bizə guanin lazımdır. Bəli, elə bu guanindir. Bu isə belə çıxır ki, adenindir. Və guanin hansı oldu? X oldu. X də C bəndində verilmişdir. Baxaq növbəti 14-cü suala. Şəkildəki canlı haqqında hansı fikir doğrudur? Çay xərçəngi verilib. Çay xərçəngi boğumayaqlılar tipinə aiddir. Qanı toxuma mayası ilə qarışır çünki açıq qanlama sistemidir. İfrazat orqanı qarıncığın sonunda yerləşir. Xeyr, yaşıl vəzlərdir, başında yerləşir. Ürəyi 2 kameralıdır. Xeyr, 1 kameralıdır. Tənəffüs orqanı traxeyalardır. Xeyr, qəsimə ilə tənəffüs eləyir, suda yaşayır. Ürəyində venoz qan olmur. Boğumayaqların ürəyində arterial qandır. Venoz qan olmur. Demək, E cavabı doğru cavabdır. Aşağıdakı nəsil ağacında atozom resif bir əlamətin fenotipinə malik fərdlər fərqli rəngli olaraq göstərilmişdir. X ilə göstərilən fərdin homozigot olma ehtimalı neçədir? Baxaq. X ilə göstərilən fərd hansı halda homozigot ola bilər? Demək, burada əlamətlər həm qadında, həm kişidə özünü göstərir. Deməli, bu əlamətlər, bəli, elə deyildiyi kimi atozom resisiv əlamətlərdir. Yəni, atozom xromosomlarına keçir. Aha. Baxaq. Homozigot olma ehtimalı neçədir? Burada əlamət oğlanda özünü biruzə verib, yəni fərdin birində özünü biruzə verib, birində verməyib. Demək, burada fenotipcə parçalanma var. Fenotipcə parçalanma varsa, deməli, valideynlər heterozigotdur. Bunu da monohibrid çarpazlaşma şəklində yazsam, bu şəkildə yaza bilərəm. Böyük A, kiçik A şəklində yaza bilərəm. Və bu böyük A, kiçik A-nı da çarpazlaşdıranda görüm nə alıram. Böyük A, kiçik A-nı çarpazlaşdıranda belə bir şey alıram. Bundan 2 dənədir bu faldan və kiçik A-lar da bir deməli hissədir. Bir hissədir. Deməli 2 pay heterozigot, hərəsindən 1 pay isə homozigot fərdlər alınacaqdır. Və bu həmin bu homozigot buradakı verilən bu oğlandır. Qızın genotipi isə dominantlardan hər hansı biri ola bilər. Dominantlardan hər hansı biri ola bilər. Əgər dominantlardan hər hansı biri olarsa, bəs həmin bu dominantın homozigot olma ehtimalı neçədir? Burada bu 3 genotipdən ikisi heterozigotdur, biri isə homozigot vəziyyətdədir. Deməli, 3-dən biri homozigot qız ola bilər. 3-dən biri də hansı cavabdadır? D cavabında verilmişdir. Baxaq növbəti 16-cı suala. DNT-ni zülal kodlaşdıran müəyyən hissəsi verilmişdir. Bu hissəyə uyğun məlumat erinti əsasında sintez olunan polipeptid zəncirdə amin turşuları ardıcılığı necə olur? Biz bilirik ki, məlumat erinti DNT-nin əsasında sintez olunur və DNT haqqında, zülal haqqında olan məlumatlar DNT-dən məlumat erintinin üzərinə köçürülür. Sonra həmin məlumat erinti gəlib ribosomun funksional mərkəzindən keçdikcə həmin məlumat oxunulur və oxunduqca da nəqliyyat erintisi ona uyğun olan amin turşularını zülal sintez olunan yerə daşıyır. Baxaq, demək, məlumat erintisi dedi ki, DNT-yə əsasən yığılır. Tutaq ki, bu DNT-nin bir zənciri olsun. DNT-nin bir zənciri olsun.
Bu zəncirə əsasında burada yaranan emerenti olsun. Və həmin emerenti əsasında da nəqliyyat renteyləri gəlsin. Nəqliyyat renteysi. Nəqliyyat renteysi gəlsin. Demək, bu buna komplementar yığılır. Nəqliyyat renteysi də məlumat renteysi komplementar yığılır. Bir-birlərinə komplementar olduqlarına görə belə çıxır ki, DNT nəqliyyat renteyi oxşayır. Eynidir azot əsasları demək olar ki. Sadəcə DNT-də timin olan yerdə nəqliyyat renteydə urasil götürəcək. Məsələn, gəlin birinci nikleotid üzərində bunu yazaq, görək necə alırıq. Məsələn, DNT-də nə yazmışıq? DNT-də yazılıb, məsələn, burada yazılıb. Dəqiqə mən bunu bir daha yazım. Məsələn, DNT-də yazılıb TAS, TAS. DNT-də TAS yazılıbsa, TAS. Məlumat renteydə bu nə olacaq? Məlumat renteydə bu olacaq. Deməli, AUG. Bəs nəqliyyat renteydə nə olacaq? Nəqliyyat renteyində deməli, antikodonunda bu belə yazılacaq. Demək, urasil, adenin, sitozin, UAS. Yəni, TAS-la UAS bir-birlərinə çox oxşayırlar. Sadəcə DNT-də timin olan yerdə nəqliyyat renteydə urasil nükleotididir. Ona görə də biz indi burada görək hansı DNT-yə hansının kodu oxşardırsa, hansı nəqliyyat renteysinin kodu oxşardırsa, burada verilən 3 yarpaq yoncuya bənzəyən nəqliyyat renteylərindən. Təbii ki, həmin ardıcıllıqla da zülal sintez olunacaq, zəncir yığılacaq. Məsələn, birinci kod nədir? TAS. Bunun nəqliyyat renteydə uyğun nə olacaq? UAS. Görək UAS hansındadır? UAS P-dədir. Deməli, birinci P olacaq. Məsələn, ikinci nədir? TTS demək, nəqliyyat renteydə urasil sitozin şəklində olacaq. UUS, yəni L. PL. Sonra üçüncü GGA'dır. GGA yenə də GGA şəklində olacaq. Yəni dəyişən bir şey olmayacaq burada. Sonra dördüncü SST'dir. Urasildə təbii ki, daha doğrusu nəqliyyat renteydə sitozin urasil şəklində olacaq. Yəni T olacaq burada bu. Və nəhayət AAT gələndə demək, nəqliyyat renteysində də adenin urasil olacaq. Yəni K olacaq. Deməli, nə hansı şəkildə oldu? PLLTK, yəni E bəndində verilmiş cavab. 17-də. Aşağıdakı şəkildə eyni ərazidə yaşayan eyni növə aid bitkilər yaşadığı ərazinin göl halına gəlməsi nəticəsində fərqli meydana çıxması göstərilmişdir. Gölün iç tərəfində yaşayan bitkilərin zamanla bir-birindən fərqli olmasına hansı amillər səbəb ola bilər? Baxaq. İki qrup bitki arasında gen mübadiləsi dayanıb. Bəli, təcrid baş verib burada, göl yaranıb burada və göl yarandığına görə də mübadilə dayanacaq. Düzdür bu. Birinci düzdür. İkinciyə baxaq. Gölün əmələ gəlməsi coğrafi təcridin olmasıdır. Gölün əmələ gəlməsi coğrafi təcridin olması bitkilər arasında fərqlilik yaradacaq. Düzdür. Qrupların yaşadıqları yeni ərazilərdə fərqli böcəklərin tozlanmaya uyğunlaşması. Xeyr, burada fərqli böcəklərin tozlanmaya uyğunlaşması səbəbdir. Bir ki, burada təsvir olunan bitki küçünara bənzər və küçünlər də böcəklərlə tozlanmır. Yəni, o səbəbdən də bu cavab yanlış ola bilər. Demək, birinci və ikinci burada demək, doğru oldu. Üçüncüsü yanlış oldu. Yəni, D bəndə burada uyğun cavab oldu. 18 gəlir növbəti. Aha. Aşağıdakı cədvəldə bir populyasiyada 3 fərqli əlamətin ortaya çıxmasını müəyyən edən allel genlər və allel genlər arasındakı dominantlıq vəziyyəti verilmişdir. Bu əlamətlər baxımından populyasiyada meydana çıxa biləcək fərqlərdə fenotip müxtəlifliyi necə olur? Baxaq. Bir də R genləri verilib, allel genləri verilib. Dominantlıq vəziyyəti böyük R'də təbii ki, üstündür. O zaman fenotip necə olacaq? Bu ikisi bir fenotip olacaq. Bu da bir fenotip olacaq. Neçə dənə fenotip var? 2 dənə. Sonra M-ə baxaq. M1 və M2 dominantlıq vəziyyətləri eyni verilib, yəni bərabər verilib. Yəni, biri digərindən üstün bir dominantlıq yaratmır burada. O zaman bunlara görə yaranan genotipləri yazsaq. Bu şəkildə yazsaq, yəni bunların dominantlıq vəziyyətləri eyni olduğuna görə hər biri, hər üçü, yəni ayrı-ayrı fenotiplə özünü biruzə verəcək. Yəni biri digərindən üstün olmayacaq burada. Ayrı-ayrı fenotiplər şəklində özünü biruzə verəcək.
Və nəhayət elin vəziyyətinə baxsaq, el necədir? Deməli, eldə, el1, el2-dən, el2 də el3-dən üstündür. Bu zaman el1, 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 el2 və el1, el3 yazsaq, üçündə də eyni fenotip olacaq. Nəyə görə? Çünki el1 hamısından üstündə, hamısını üstələyəcək, öz fenotipini biruzə verəcək. Sonra ikinci hala baxaq. L2 üçün yazaq. L2, L2. L2-ni təkrar L1-nə yazmıram. Çünki burada var. L2, L3-nə. L2, L3-dən üstündür. L2, L3-dən üstün olduğuna görə, yəni hər iki halda burada da L2-nin fenotipi özünü biruzə verəcək. Burada da bir fenotip. L3-ə görə yazsaq isə L3-də təkdir. Yəni, çünki ona görə L3 yazıram ki, L1 ilə də yazılıb, L2 ilə də yazılıb. L3 də başqa bir fenotip verəcək. Deməli, bir dənə fenotip burada olacaq. Toplamda neçə dənə fenotip var? 1, 2, 3 fenotip. 3 dənə fenotip var. Yəni, bunları biz yazsaq, necə yaza bilərik? 3 elə görə, demək, 3 emə görə oldu. 2 dənə də erə görə. Yəni, toplamda 18 dənə fenotip özünü biruzə verəcək. Yəni, cavab deybəndi olacaq. Homo sapiensə aid bütün sağlam fərdlərdə eyni olur. Bütün sağlam fərdlərdə nə eyni olur? Somatik hüceyrələrin bir nüvəsindəki X cinsiyyət xromosomlarının sayı. Xeyr, biz bilirik ki, ən azından qadın və kişidə bu fərqli ola bilər. Qadında somatik hüceyrədə 2, kişidə isə 1 X xromosom var. Eyni deyil. Qandakı ağ qan hüceyrələrinin sayı. Qandakı ağ qan hüceyrələrinin sayı, məsələn, hələ birinci biz bunun kütləsini bilməliyik. Kütləsi yəni fərqli ola bilər insanda. Bədən kütləsinin 7-8% qanda. Qanın miqdarı fərqli olacaq, kütlə fərqli olduğuna görə. Və qanın da hər kub millimetrində leykositlərin miqdarı fərqlidir. 4000-dən 10.000-ə qədər ola bilər. Yəni bu da fərqlilik verəcək. Bədən kütləsi və bədən ölçüsü təbii ki, fərqlidir. Ürəyə bitişik iri damarların sayı, ürəyə bitişik bilavasitə bitişik olan iri damarların sayı 8 ədəddir. İstər yaşlı olsun, istər cavan olsun, istər qadın olsun, istər kişi olsun, bu fərqlənməyəcək, eynidir. Gözün güzəllik qişasındakı pigmentlərin sayı da fərqlidir və fərqli olduğuna görə insanlarda müxtəlif göz rəngləri biruzə olunur, biruzə verilir. Yəni burada D cavabı göstərir ki, bütün fərdlərdə ürəyə bitişik damarların sayı eyni olacaq. Keçək 20-ci suala. Aşağıdakı qrafiklərdə X və Y dəyişkənliklərinin sistematik vahidlərdən asılı qrafiki verilmişdir. Buna görə X və Y dəyişkənlikləri ilə əlaqəli aşağıdakılardan hansı yanlışdır? Deməli, X növdən aləmə doğru getdikcə artır, Y isə növdən aləmə doğru gəldikcə azalır. Baxaq görə növdən aləmə doğru getdikcə nə artacaq? Nə artacaqsa X odur. X canlıların müxtəlifliyidir. Bəli, canlıların müxtəlifliyi artır növdən aləmə doğru. Xromosom sayıdır. Xromosom sayı növdən aləmə doğru dəyişmir. Yəni burada bir növdən aləmə doğru xromosom dəyişir deyə bir necə deyim, məlumatla rastlaşmırıq biz. Yəni, xromosomun sayı sistematik kateqoriya baxımından dəyişmir ümumiyyətlə. Ona görə bu uyğunsuz olacaq məncə. Amma digərlərinə də baxaq. Canlıların sayı təbii ki, canlıların sayı artacaq. Sonra Y-ə baxaq. Y-də nədir? Növdən aləmə doğru gəldikcə azalır, bənzərlik azalır. Zülal oxşarlığı da bu səbəbdən, zülal azalır və zülal oxşarlığı, bənzərlik də bu səbəbdən azalır. Deməli, burada elə fərqli olan nə oldu? Burada fərqli olan C oldu da. Demək ki, C yanlışdır. Yəni, yenə deyirəm, xromosomun sayı sistematik kateqoriyaya görə dəyişməyəcək. 21-də nədir? Deməli, 20-yə baxdıqda, 21. DNT molekulunun müəyyən bir hissəsindən nükleotidlərin sayı cəmi N-dir. Bir zəncirdə olan azot əsası, karbohidrat və fosfat turşu qarğılarının cəmi neçə olur? Molekulda N sayda nükleotid varsa, deməli, zəncirin birində N bölünmə 2 sayda nükleotid var. N bölünmə 2 sayda. Azot əsasları, karbohidrat və fosfat turşu qarğılarının cəmi neçə olur? Azot əsasları neçə dənədir? Hər nükleotiddə bir dənədir. Karbohidrat, bir dənə fosfat turşu qarğı, bir dənə də azot əsası. Deməli, nükleotidlərin cəmi sayı qədər bunların hər birindən olacaq. O zaman N bölmə 2 sayda biz azot əsası, N bölmə 2 sayda karbohidrat plus N bölmə 2 sayda da ortofosfat turşusu götürə bilərik. Toplamda nə qədər olur? 3N bölmə 2 sayda. Yəni 1/5N. 1/5N-də hansı cavabdadır? A cavabında. Baxaq. Zülal molekulunda N sayda amin turşusu olarsa, bu molekulun tərkibində amin turşusu qalıqlarının radikalsız hissələrində karbon və oksigen atomları arasında cəmi neçə rabitə olur? Deməli, zülalı biz sərbəst halda birinci yazsaq, NH2, CH, C, radikal göstərəcək burada. Deməli, radikalda bizə oksigen yəni lazım deyil. Radikalsız hissəsinin oksigenindən danışır. Çünki radikal fərqli ola bilər.
Burada radikalsız sistemdə nistin o karbon və oksigen arasında rabitə var. Baxaq. 1, 2, 3. Amma indi bir şey dedik. Zülal daxilində amin turşuları sərbəst halda olduğu qədər oksigenə malik deyildir. Çünki zülal zənciri əmələ gələrkən amin turşuları arasında peptid rabitə yaranır. Və peptid rabitəsi yaranarkən burada karboksilindəki oksigen və hidrogen qopur. Yerinə isə növbəti nükleotidin, növbəti amin turşusunun amin qrupu birləşir. Demək, burada rabitənin biri də qırılmış olur. Yəni, karbon və oksigen arasında rabitənin biri də qırılmış olur. Neçə rabitə qalır? 2 dənə rabitə qalır. İndi bu, baxaq, ən sayda amin turşusu varsa, bunlardan biri, ən sonuncusu, yəni, özündən sonra nəyinəsə birləşməyəcəyinə görə, onda bu 3 dənə rabitənin 3-ü də qalır. 3-ü qalır. Lakin əvvəlki, məsələn, n-1 sayda hər biri, bunların hər birində bu rabitə qırıldığına görə sadəcə buradakı 2 rabitə qalır. İndi necə yazaq bunu? Bu şəkildə yazaq. n-1 saydanın hərəsində 2 rabitə, ən sonuncu bir dənədə isə 3 rabitə. Deməli, neçə oldu? 2n - 2 üstə gəl 3, yəni neçədə alınır? 2n + 1. Bu da A bəndində verilmişdir. Cədvələ əsasən A + B 64 olasa, sonda əmələ gələn yönəltici cimciklərdə neçə cinsi xromosom olar? Deməli, böyümə mərhələsində ilkin cinsiyyət hüceyrələrinin sayı X və 4X şəklində verilib. Yetişmə mərhələsində əmələ gələn qametlərin sayını tapmalıyıq biz. Demək, və buradan da həmçinin yönəltici cimciklərdə neçə cinsi xromosom olduğunu tapmalıyıq ən sonda. Baxaq, böyümə mərhələsində toxumluqda X sayda hüceyrə var. Deməli, yetişmə mərhələsində X sayda hüceyrə daxil olur. Və toxumluqda bir hüceyrə daxil olarkən sonda 4 dənə deməli qamet əmələ gəlir. 4 dənə spermatozoid əmələ gəlir. Əgər X sayda hüceyrə daxil olubsa, sonda belə çıxır ki, 4X sayda hüceyrə əmələ gələcək. Qamet əmələ gələcək yəni. X bərabər A bərabərdir 4X-dan. B-yə baxaq. Yumurtalığa 4X sayda deyil ki, yəni böyümə zonasında 4X sayda hüceyrə var. 4X sayda hüceyrə varsa yetişməyə də bu qədər hüceyrə daxil olur və sonda yetişmə zonasında belədir. Bir hüceyrədən, yetişmə zonasına daxil olan bir hüceyrədən miyoz nəticəsində 4 hüceyrə yaranır. Onlardan biri yumurta hüceyrə olur, 3-ü yönəltici cimcik olur. Əgər 4X indi yetişmə zonasına hüceyrə daxil olub götürsək, 4X yumurta hüceyrə yaranacaq. Və bundan da 3 dəfə çox, 12X da yönəltici cimcik yaranacaq. İndi B-nin də qiyməti 4X oldu. Və bunları toplayanda A + B bərabərdir 64 edir. 4X + 4X 64, yəni buradan çıxır ki, 8X 64-ə bərabərdir. X-in qiyməti isə 8-ə bərabərdir. X-in qiyməti 8 olduğuna görə, burada da 12X sayda yönəltici cimcik var idi, 12X sayda. X-in qiymətini gətirib yerinə qoysuq, o zaman tapararıq ki, 12X-in qiyməti 96-ya bərabərdir. Bu da C bəndində verilmişdir. Bax, 24-cü suala. Hansı strukturun tərkibində ribosoma rast gəlinməz? Ribosom halda olmaz, zülal sintez olmadığı yerdə. Mitoxondriyada, xloroplastda, həmçinin sitoplazmada, endoplazmatik şəbəkənin dənəvər növündə. Deməli, ribosom olacaq. Çünki, baxın, mitoxondri öz zülallarını sintez eləyir, öz ferment zülallarını, endoplazmatik şəbəkədə, dənəvər endoplazmatik şəbəkədə. Burada da zülal sintezi gedir və ümumiyyətlə hüceyrədə xəzlənir o. Stoplazmada, məsələn, prokaryotlarda yalnız stoplazmada ribosom ola bilər, zülal sintezi gedir. Xloroplast yenə də öz zülallarını sintez eləyir, həmin zülallar ferment rol oynayır. Amma Golgi aparatında, Golgi kompleksində biz ribosom olması haqqında, zülal sintezi haqqında danışmırıq. Ona görə burada cavab D cavabı olacaq. Baxaq növbəti 25-ci suala. Nəsil ağacında eyni fenotipə malik olan fərqlər tünd rəngdə verilmişdir. Və bu əlaməti baxaq. Doğru fikri soruşur. Y xromosomunda yerləşir. Y xromosomunda yerləşir. Y xromosomunda yerləşmir. Nəyə görə yerləşmir? Y xromosomunda yerləşsəydi, oğullar Y xromosomlarını öz atalarından alır. Buradakı oğlun da Y xromosomunu öz atasından alacaq. Əgər Y xromosomunda olsaydı bu əlamət, onda onun atasında da olmalıydı. Ona görə bu fikir yanlışdır. Atasında olmadığı üçün götürməyəcək bunu. Və bir yanlış oldu. 2-yə baxaq. Autosom xromosomlarla resessiv olaraq ötürülür. Autosom xromosomlarla resessiv olaraq ötürülür. Baxaq. Autosom xromosomlarla resessiv olaraq ötürülür. Yazaq burada. Tutaq ki, bu kişini, buradakı kişini resessiv şəkildə yazaq. Qadını da
bu əlamətə görə dominantlı bu şəkildə də ola bilər, genetikası genotipi bu şəkildə də ola bilər. Sadəcə parçalanma verdiyinə görə mən bunu heterozigot vəziyyətdə götürürəm. Heterozigot vəziyyətdə götürürəm və yazıram bu halda. Bu halda götürülüb yazanda demək sonda belə bir fərqlər alınacaq. Bu deməli erkək olacaq, bu isə dişi olacaq. Mümkündür deməli autosom xromosomlarla resiv olaraq ötürülməsi. Və X xromosomu ilə ilişkili resiv ötürülür. X xromosomu ilə ilişkili resiv ötürülür. X xromosomu ilə ötürülürsə deməli həm qadın həm kişi də özünə bir özə verə bilər. Amma bir şey var. X xromosomu ilə resiv ötürülən daha çox əlamət kişidə özünü göstərir. Niyə görə? Çünki kişidə bir dənə X xromosom var. Onu üstələyən dominant gen yoxdur. Çünki X sadəcə resivi daşıyır həmin anda. Dominantı daşıdığı halda da ola bilər, amma resivi daşıyırsa həmin halda onda daha çox bu əlamət özünü bir özə verəcək. Qadınlarda isə qadınlarda 2 dənə X var. Əgər bir dənə kiçik A varsa, bunun yanında bir dənə böyük A olduğu halda bu əlamət artıq özünü fenotipdə göstərməyəcək. Bəli, burada da gördüyü kimi X əlamətlərini resiv şəkildə ötürülə bilər. Deməli, üçüncü də düz oldu. Belə çıxır ki, ikinci və üçüncü düz, birinci isə səhv oldu. Cavab hansıdır? 2 üçün düz olduq A bəndi. Deməli, doğru cavab olacaq. 25-də A bəndini götürürük. Sonra keçək 26-cı suala. 26-cı sualda nə deyir bizə? Klasterdə X-in yerinə Vavilova görə bitkilərin hansı müxtəliflik mənşə mərkəzi olmalıdır? Deməli, çuğundur, turp və baş soğan verilib. Bunların vətəni aralı dəniz mərkəzidir. Yəni, cavab B bəndi olacaq burada da. B bəndi. Sonra baxaq, 27-də. Şəkildə bir bitkidə 2 fərqli orqanoid arasında əlaqə aşağıdakı şəkildə göstərilmişdir. Buna görə nömrələnmiş maddələr aşağıdakılardan hansında yanlış verilmişdir. Deməli, bir nədir? Bir xloroplastdır. Xloroplastda əmələ gələn ötürülüb mitoxondriya. Mitoxondriyada əmələ gələn maddə isə günəş enerjisi ilə birlikdə tezdən xloroplasta ötürülüb. Baxaq. Maddələri bir-bir nəzərdən keçirək. Bir karbon qazı. Bəli, bir karbon qazı ola bilər. Mitoxondriyada tənəffüs zamanı əmələ gəlir və fotosintezdə isə xloroplast onu istifadə edir. Deməli, bir düzdür. 2-də nədir? 2-də deyir ki, su. 2 su ola bilər, bəli. Çünki yenə mitoxondriyada əmələ gəlir, fotosintez zamanı xloroplastda istifadə olunur. Düzdür. 3 nədir? 3 glükozadır. Glükoz da əmələ gəlir xloroplastda, burada. Xloroplastda əmələ gəlir 3 və ötürülür mitoxondriya, tənəffüs zamanı mitoxondriyada o parçalanır. Olar. 4-cü ATP əmələ gəlir. ATP yox. Mitoxondriya ATP xloroplastdan ötürülməyəcək. Mitoxondrinin özündə ATP yaranır. Xloroplastda da ATP yaranır, amma onu xloroplast özü üçün istifadə edir qanalıq mərhələdə. Yəni buna görə də burada biz 4-ü düzgün götürməyəcəyik. 5 dənədir. 5-də oksigen qazdır. Bəli, oksigen xloroplastda yaranır və tənəffüs zamanı mitoxondriyada istifadə olunur. Bu da düzdür. Deməli, sadəcə yanlış olan D bəndi oldu. 28-də nədir? Aşağıdakı bəzi amin turşularını kodlaşdıran kodonlar verilmişdir. Verilənlərə əsasən kod ardıcılığının hansında sintez olan zülalın amin turşu ardıcılığı camal şəklində ola bilməz. Aha. AUG. Biraz əvvəl buna oxşar bir tapşırıqda yazdıq. AUG. AUG start koddur, başlanğıc koddur burada və bunda da amin turşu ardıcılığı soruşulur bizdən kod ardıcılığına görə. Burada kod ardıcılığı DNT üzərində tas şəklində olacaq. Bəli, AUG-dədir. Çünki baxaq buna komplementar olana. Deməli, nədir? TAS olacaq. Birinci doğrudur. Yəni, birinciyə görə biz ayıra bilmədik. Hamısını deyildi. İkinci amin turşusuna baxaq. A amin turşusu. A amin turşusu müxtəlif kodonlarla işarələnir. GSA, SSU, GSU və SGU. Baxaq. Hər birini yazaq, görək hansı olmaz. GSA. GSA. Nə olacaq buna uyğun? SG. Deməli, U. SGU. Aha, sonra bir dəqiqə ilə SGU bunların heç birisində yoxdur. Amma hər ehtimalı ikincini də yoxlayaq. SSU. Əslində yoxlamaya ehtiyac yoxdur. Əgər bunların heç birisində yoxdursa, aha, bir dəqiqə. Bunların keçirik üstündən və sonra M-ə baxaq.
Ya da yoxlayaq elə onu da yoxlayaq. GGA. GGA. GGA demək verilib burada. Demək B-də var. B-də var. B-də varsa artıq B-yə bundan sonra baxmayacağım. Sonra növbəti GSO-dur. GSO-nun komplementarı nədir? GSO-nun komplementarı SGA-dır. SGA. SGA hansında verilmişdir? Burada da verilib. Sonra baxaq SGU-ya. SGU-nun komplementarı nədir? SGU-nun komplementarı GSA-dır. GSA da olacaq burada. Aha. Bir dəqiqə. Burada hansı qaldı? SGT qaldı və GSA qaldı. Hə. Bir dəqiqə. GSA, SGT. Bu olacaq əslində. Mən bunu nə üçünsə yanıldım yazmağa. GSA. Bir dəqiqə. Buna görə olmayacaq. Çünki mən burada urasil yazmışam. DNT-də urasil ola bilməz. SGT olmayacaq. Bu yanlışdır. Demək burada pozulan hansında oldu? D-də oldu. Nəyə görə D pozuldu? Çünki D-də SST verilib. SST heç birində yoxdur. Bu testi istəyirəm bir daha nəzərdən keçirək. Çünki mənim özümdə biraz yanlışlıq oldu. AUG-yə deməli komplementar olan nə oldu? DNT üzərində tas oldu. Bu hamısında indi. GSA-ya komplementar olan indi bu ikinci sıranın, ikinci nükleotidi nəzərdən keçirməliyim. Daha doğrusu ikinci amino asidi nəzərdən keçirməliyim. Amino asidi müxtəlif kodonlarla kodlaşdırılıb. Əgər GSA kodu gələrsə, GSA kodu olduğu yerdə komplementar nə olacaq? SGT olacaq. SGT burada var. Sonra ikinciyə baxıram bura. SSU-dur. GGA olacaq. GGA burada verilib. Sonra burada üçüncüdə GSU-dur. Olacaq SGA verilib. Burada SGU-dur. GSA olacaq. GSA olacaq, amma SST heç birində olmayacaq. Ona görə cavab D bəndində verilmiş cavabdır. Bu ola bilməz. Daha bu ola bilmədiyinə görə digərlərini nəzərdən keçirmirik. 28-də cavab D bəndində verilmiş cavabdır. 29-da cədvələ əsasında X-in yerinə yazıla bilər. Aha, yumurta hüceyrəsi tam bölünmür, sürfə mərhələsi olmur. Yumurta hüceyrəsi tam bölünmür. Baxaq, görək hansında uyğun cavab əldə edəcəyik biz. Demək, birinci verilib eviti. Eviti ali məməlilərə aiddir. Ali məməlilərdə biz demişdik ki, demək, yumurta hüceyrəsində sarının miqdarı azdır. Sarının miqdarı az olduğuna görə bölünmə demək ki, tam gedəcək. Amma burada deyir ki, tam bölünməsin. Ona görə A bəndə çıxdı burada. Sürfə mərhələsi də olmur, amma tam bölünmədiyinə görə götürmürük. Tam bölündüyünə görə götürmürük. B-də nədir? May böcəyi. May böcəyində həşəratlar ümumiyyətlə sarı çoxdur. Sarı çox olduğuna görə yumurta hüceyrəsi tam bölünmür. Və sürfə mərhələsi olur. Sürfə mərhələsi olduğuna görə burada deyir ki, sürfə mərhələsi olmasın. Ona görə bunu da götürmürük. C-də nədir? Qurbağa. Yumurta hüceyrəsi tam bölünmür. Qurbağada yumurta hüceyrə demək tam bölünür. Sadəcə müxtəlif ölçülü blastomerlərə parçalanır. Bərabər getmir yəni. Demək sürfə mərhələsi də olur. Bu da zidd bir fikirdir. Yəni bunu da götürməyəcəyik. D-də nədir? Balıq. Yumurta hüceyrəsi tam bölünmür. Sarılıq çoxdur, tam bölünməyəcək. Sürfə mərhələsi də olacaq. Amma bu sürfə mərhələsi olmur deyir. Baxaq kərtənkələyə. Yumurta hüceyrəsi tam bölünmür. Bəli, sürünənlərdə yumurta sarısı çoxdur, kərtənkələdə də çoxdur və tam bölünməyəcək. Sürfə mərhələsi də olmayacaq. Onda elə cavab E bəndidir. E bəndindəki cavab uyğun cavab oldu. 30-a baxaq. Aşağıdakı iki cədvəldə xüsusiyyətləri verilən X, Y və Z orqanoidləri ilə əlaqəli aşağıdakilərdən hansı mütləq olaraq doğrudur? Aha. Rast gəldiyi hüceyrə, eukaryot hüceyrədə rast gəlinir. ATP sintez edir, nükleon turşusuna sahibdir. Bu mitoxondri ola bilər. Məsəl üçün, xloroplast ola bilər. Mən götürüb yazıram bura. X-ım. Burada bir şey var ki, mütləq olaraq doğrudur. Deməli, X deyir ki, həm mitoxondri ola bilər, həm də xloroplast ola bilər. Amma mütləq şəkildə deyə bilmir. Mütləq şəkildə deyə bilmədik. Burada C bəndi yanlış çıxır ona görə.
Çünki burada deyir ki, mütləq şəkildə mitoxondriyadır. Nə bilirəm, bəlkə də xloroplastdır. Y. Həm eukaryotda var, həm prokaryotda var. Deməli, bu membransız orqanoiddir. ATV sintez etmir, nüklein turşusuna isə sahibdir. Deməli, bu ribosomdur, çünki ribosomda RNT var. Nüklein turşusu var yəni. Bu ribosomdur. Y ribosomdursa, Y orqanoidi DNT-yə sahibdir. Bu da yanlışdır. Y orqanoidi zülal sintezini həyata keçirir. Bu doğru olar. Amma baxaq digərinə də. Z üçün nə deyir? Eukaryotda yoxdur, prokaryotda da yoxdur. Z orqanoidi Golgi aparatıdır. Xeyr, eukaryotlarda var. Doğru deyil. X və Z orqanoidinə eyni hüceyrədə rast gəlinməz. Bayaq demişdik ki, X ya mitoxondridir, ya xloroplastdır. Z də tutaq ki, deyim, elə Golgi aparatı olsa. Yox, daha doğrusu belə deyək, bir dəqiqə, Z-i bir daha nəzərdən keçirir. Z eukaryotda var, zülalda sintez eləmir. ATP-də sintez eləmir. Nüklein turşusu da yoxdur. Bu, məsəl üçün Golgi ola bilər. Bəli, elə. Məsəl üçün Vakol ola bilər. Amma mütləq şəkildə deyə bilmirəm ki, bu Golgidir. Elə B yanlışdır. Amma, məsələn, onu da deyə bilmərəm ki, X və Z orqanoidlərinin eyni hüceyrədə rast gəlinməz. Tutaq ki, elə bu olsun Golgi kompleksi. Golgi kompleksi, məsələn, bitki hüceyrəsində də var, heyvan hüceyrəsində də var. Mitoxondri ilə də bir yerdə rast gəlinə bilər. Məsələn, və yaxud da ki, xloroplastla da bir yerdə rast gəlinə bilər. Ona görə bu yanlışdır. 30-da D bəndi deməli yanlış olacaq. Baxaq buradan bu suala. 31-ə. BRN-lərin hansı davam etmə müddətinə görə ən çox olan geoloji eradan baş vermişdir? 31-də. Demək, 31-də nə verib? Deməli, ən çox ümumiyyətlə davam etmə müddəti olan era proterozey erasıdır. Yəni, bizə elə bir cavab lazımdır ki, o proterozey erasında baş vermiş olsun. Məsələn, qığırdaqlı balıqların yaranması. Qığırdaqlı balıqların yaranması, demək, bu olmuşdur, Devonda olmuşdur. Yəni, bunu götürməyəcək. Proterozey deyil. Devon paleozoidu, ona görə götürmürük. B-də deyir ki, ilk sürünənlərin meydana çıxması. İlk sürünənlərin meydana çıxması daş kömürdür. Bunu da götürmürük. Eynyarpaqlı bitkilərin yaranması. Eynyarpaqlı bitkilərin yaranması daş kömür götürmürük. Bitkilərin quruya çıxması. Bitkilərin quruya çıxması ordovik götürmürük. İbtidai göbələklərin yaranması. Bu. Deməli, burada ibtidai göbələklərin yaranmasında burada proterozey erası qeyd olunmalıdır. Proterozey erası da ən çox davam etmə müddəti olan geoloji eradır. Yanlış fikri göstərən avstralopteklər. Avstralopteklər yırtıcı olublar, bəli. Demək, yırtıcı olublar avstralopteklər. Düzənliklərdə yaşayıblar, sürü halında yaşayıblar, çoxlu növə malik olublar. Amma orangutan və hippona başlanğıc verməyiblər. Deməli, parapteklərdən həm diriopteklər, həm də orangutan və hipponlar başlanğıc alıblar. Sonra dirioptek özü isə şimpanze, gorilla və avstraloptekə başlanğıc verib. Belə olduğu halda avstralopteki deyə bilmərik ki, hippon və orangutana başlanğıc verib. Ona görə bu yanlışdır. Verilən əlamətlərdən hansını həm mitoz, həm də meyoza aid etmək olar? Xromosom sayının 2 dəfə azalması. Xromosom sayının 2 dəfə azalması sadəcə meyozda baş verir. Meyozis azalma. İkinci, deməli, daha doğrusu yox. Birinci meyozda bu baş verir. Xromosom sayının şeyindən enə düşməsi. Demək olur bu harda? Birinci yanlış. Xromosom sayının 2 dəfə artması bu ümumiyyətlə mitozun nə də meyozun heç birisinə aid deyil. Bölünmədən əmələ gələn hüceyrələrin uzun ömürlü olması bu mitoza aid, meyoza aid deyil. Bölünmə vətənlərinin yaranması hər ikisində baş verir. 4-ü götürürük. Karyokinez nüvə bölünməsi hər ikisində. Xromatidlərin qütblərə çəkilməsi yenə hər ikisində. Belə çıxır ki, 4, 5, 6, yəni B cavabı hər ikisində ola bilər. Fenilketonuriya autosom xromosomdakı resessiv allel bir geni ilə meydana çıxan xəstəlikdir. Bu xəstəlik geninə görə heterozigot genotiplli ana və ard-arda və atadan ard-arda doğulan 2 uşağın xəstə olma ehtimalı necədir? Deməli, fenilketonuriya deyir ki, autosom xromosomlardakı resessiv allel bir geni ilə meydana çıxır. Demək, götürək belə. Resessiv genlərindən meydana çıxan xəstəlikdir. Və valideynlər də heterozigot genotiplidir. Demək, bunlar çarpazlaşırlar. Görək, ard-arda doğulan uşaqlarda hansı, deməli, ehtimalla bunlar xəstə ola bilərlər. Baxaq, burada yazsaq genotipləri.
gendən keçirilirsə bu gendən keçirilir. 4də 1 ehtimalla bu birinci uşaqda olacaq. Eyni şeyi, eyni valideynlərdir də, eyni şeyi ikinci uşaq üçün də yazsam, ikinci uşaq üçün də, yəni ardınca gələn ikinci uşaq üçün də bu ehtimal 4də 1 olacaq. O zaman 4də 1, 4də 1, ikinci uşaqda da 4də 1, birinci uşaqda da 4də 1 yazırıq ki, ikisində birlikdə 16da 1 ehtimalla bu uşaq doğula bilər. Və bu da C bəndində verilmişdir. Müəyyən bir bitkidə qısa ölçülü yarpağa malik fərdlərlə uzun ölçülü yarpağa malik fərdlərin hibridi orta yarpaqlıdır. Baxaq. Populyasiyada qısa ölçülü yarpağa malikdir. Deməli, iri ölçülü, demək, orta ölçülü və qısa ölçülü. Bu fərdin populyasiyasında cəmi 3600 fərdin 324-ü qısa ölçülü yarpağa malikdir. Yəni qısa ölçülü yarpağa malik olan 324 nəfərdir. Orta ölçülü yarpağa malik olan bitkilərin sayını tapın. Haldi-Weinberg qanununa müraciət edəcək, yəni oradan tapacağıq. Burada 324 nəfər, 3600 nəfərin içərisində qısa ölçülü yarpağa malikdir. Bu da nəslin 9%-idir. Yəni 1-in 0-dan %9-u. 9%-idir. Və bu, niyətər yazaq bunu. Bunu bu şəkildə göstərək də. AA, yəni və yaxud da başqa sözlə A-nın kvadratı da yazaqsam bunu. 0-dan %9-a bərabərdir. O zaman A neçədir? A 0,3-dür. A 0,3-dürsə, o zaman A plus A bərabərdir 1-də. A 0,3-dürsə, böyük A olacaq 0,7. Yəni bizə nə deyir? Orta ölçülü yarpağa malik olan fərdlərin sayı, bitkilərin sayını ümumiyyətlə tapın. Fərdlərin sayını tapın. Orta ölçülü yarpağa malik olanlar isə bu genotipdə olanlar idi. Heterozigot ağlar. Heterozigot ağlar isə nəslin 2də 1 idi. 2də 1 idi. Yəni 2 böyük A, kiçik A bu şəkildə yazsaq bunu. Nətər taparıq? Belə tapaq da. 2 vurulsun 0,7 vurulsun 0,3. Bu deyilir 0-dan %42. 0-dan %42. 0-dan %42 3600'ün yəni 42% deməkdir. 3600'ün 42% demək orta ölçülü yarpağa malik ola bilər. Bunu da 36-nı 42-yə vurmaqla tapa bilərik. 36-nı 42-yə vuranda da 1512 fərd alırıq. Yəni 1512 fərd deməli orta ölçülü yarpağa malikdir. 1512 orta ölçülü idi. Deməli 324 qısadır. Bunların ikisini toplayıb 3600-dən çıxsaq alacağımız rəqəm də uzun yarpaqlı fərdlərdir. 36-ya baxaq. X, Y, Z və K ifadəsinin qiymətini cədvələ əsasını tapmalıyıq. Autosom xromosom sayı Down sindromlu deməli ki insanda. Somatik hüceyrəsinin bir nüvəsində oğlan uşağıdır. Down sindromlu. Down sindromunda autosom xromosomlarının sayında bir ədəd artıqlıq olur da. Yəni normalda insanlarda 44 dənə xromosom olduğu halda bu şəxslərin autosom xromosom sayı 45-ə bərabər olurdu. X-in sayı 45-dir. O zaman Y-ə baxaq. Y nədir? X cinsiyyət xromosomlarının sayı. Oğlandırsa Y cinsiyyət xromosomu bir ədəd olacaq. Daha doğrusu X cinsiyyət xromosomu sayı bir ədəd olacaq. Bir dənə X olacaq. Və Z-ə baxsaq, Z necədir? Klinefelter sindromunda. Klinefelter sindromunda burada xromosom artıqlığı olurdu yenə də. Xromosom artıqlığı X-in bir ədəd artıq olması şəklində idi. Yəni 44 X, Y idi. Yəni bir ədəd X bunlarda artıq idi. Autosom xromosomun sayı dəyişmir. Z-in qiyməti 44-ə bərabərdir. Amma K-nın qiyməti, X cinsiyyət xromosomlarının sayı, K-nın qiyməti dəyişəcək artıq. K neçə olacaq? K belə olacaq. K bərabərdir. K bərabərdir 2X. 2X şəklində özünü göstərəcək. Və bunları toplasaq, demək olacaq 45 üzərinə 1 gəlməklə, onun da üzərinə 44, onun da üzərinə 2 gəlməklə hesablasaq, nə alarıq? 102. Yox,
102 yox, üzr istəyirəm. 92. 92-də hansı cavabdadır? B cavabında verilmişdir. Diploid canlının 4 somatik hüceyrəsində və 2 gametində olan xromosomların sayının cəmi n-ə bərabərdirsə, həmin hüceyrələrdə cəmi neçə atoson xromosom olur? Hər bir diploid hüceyrədə 2 dənə deməli cinsiyyət hüceyrəsi var və qalanları atoson xromosomlardır. Eləcə də gametlərdən bir ədəd cinsiyyət xromosomu var, qalanları atoson xromosomlardır. İndi 4 dənə somatik hüceyrədə 4/2 şəklindədir cinsiyyət xromosomlarının sayı. 4/2 şəklində. Daha doğrusu 4/2 şəklindədir. Və bunu n-dən çıxarırıq. 4/2. Həmçinin də burada bizə 2 dənə qamet vermişdi. Hər qametdə də bir dənə cinsiyyət xromosomu var. 2/1 şəklində. Üzərinə də 2/1, yəni 2-ni gəlsək, bu neçə olur? 10 olur. Yəni n-in qiymətindən mən 10-u çıxmaqla o zaman həmin bu hüceyrələrdə yerdə qalan, yəni atoson xromosomlarının sayını tapa bilərəm. Bu da C bəndində verilmişdir. Biokimyəvi təkamül nəzəriyyəsinə görə yer üzərində həyatın əmələ gəlməsi yoluna 3-cü mərhələyə aiddir. 3-cü mərhələ nədir burada? Birinci əvvəldən başlayaq və mərhələlər ardıcıl deyək, sonra 3-cü mərhələyə çataq. Birinci abiogen sintezdir, yəni qeyri-üzvü maddələrdən üzvü maddələrin sintezdir. B bəndi. Birincidir. B çıxdı. Sonra ikinci nədir? İkinci konservasiya, yəni konservat damcılarının meydana çıxmasıdır. D bəndi. 3-də nədir? Üçüncüdə də özünü törədən molekulların yaranmasıdır. Özünü törətmə qabiliyyəti olan üzvü molekulların meydana çıxması bu da C bəndində verilmişdir. C bəndi uyğun cavabdır. 39-da qan qrupu A0 RH+ olan kişi qan qrupu AB RH+ olan qadınla ailə qurmuşdur. Kişinin anasının qan rezus faktoruna görə mənfi olmuşdur. Qadının rezus faktoruna görə atasının qanı müsbət, anasının qanı mənfi olmuşdur. Bu kişi və qadının nikahından dünyaya gələn uşaqlarının neçə faizi fenotipcə müsbət qan qrupuna malik ola bilər? Baxaq birinci. Demək, kişi və qadın orqanizmlərini sərpazlaşdıraq. Deməli, bunlardan birincisi qan qrupu kişidə A0-dır. Bir dəqiqə, heç buna övladının müsbət qan qrupu lazım. Heç əslində burada eritrositlərdə hansı antigenin yazdığın olduğunu yazmasaq da olar. Onlar belə şəkildə uzun bunu. Heç eritrositlərdə hansı antigenin olduğunu yazmıram. Deməli, necə yazıram bunu? Yazıram belə. Kişi də müsbətdir, qadın da müsbətdir. İndi baxaq. Kişinin anasının qanı rezus faktoruna görə mənfi olmuşdur. Kişi də müsbət bu şəkildə ola bilər. Qadın da müsbət bu şəkildə ola bilər. Sadəcə əlimizdə o var ki, onu deyək ki, kişinin anasının qanı rezus faktoruna görə mənfi olmuşdur. Kişinin anasının qanında əgər mənfilik varsa, atanın qanı nə olmasından, hansı genotipi daşımasından asılı olmayaraq kişidə kiçik R olacaq. Kiçik R olacaq. O zaman kişi üçün heterozigot deməli qan qrupu götürəcəyim. Rezus faktora görə heterozigotluq götürəcəyim. Böyük yer, kiçik yer şəklində. Bəs qadında vəziyyət necədir? Qadında deyil ki, qadının rezus faktoruna görə atasının qanı müsbət idi, anasının qanı isə mənfi olmuşdur. Deməli, burada da bir heterozigotluq olacaq. Atanın qanı müsbətdir, ananın qanı isə mənfidir. Atanın qanı müsbət, anasının qanı mənfi olduğu halda, əgər bunda mənfi qan qrupu meydana çıxmayıbsa, o zaman bunda heterozigot müsbət qan qrupu olacaq. Deməli, bu da heterozigot oldu. Və bunları çarpazlaşdırsam mən bunları belə yazım, çarpazlaşdırım. Buna 2 dənə və kiçik erlər. Nə deyir bizə? Deyir ki, bu kişi və qadının nikahından dünyaya gələn uşaqların neçə faizi fenotipcə müsbət qan qrupuna olur. Müsbət qan qrupu bu haldadır, yəni 4-dən 3 halında. Bir pay bu, bir hissə budur, 2 hissə böyük yer, kiçik yerdə və bir hissə də kiçik yerlərdə. 4-dən 3-ü belə çıxır ki, fenotipcə müsbət qan qrupuna malik olacaq. Bunu da faizə çevirəndə 4-dən 3 75% edir. Yəni cavab 75 olacaq. 75 də C bəndində verilmişdir. Qırxa baxaq. 40-da nə deyir bizə?
40-da deyir ki, uyğunluğu müəyyən edin. Stabilləşdirici seçmə, hərəkət verici seçmə, disruptiv seçmə verib. Deyir ki, növ üçün səciyyəvi əlamətlərin orta göstəricilərindən kənarlaşan fərqlər çıxdaş edilir. Orta göstəricisindən kənara çıxanlar çıxdaş edilirsə, deməli bu stabilləşdirici seçmədir. 1-ə A. 2-yə baxaq, B-yə baxaq daha doğrusu. Dəyişən mühit şəraitinə uyğun yeni əlamətlər meydana çıxır. Bu hərəkət verici seçmədir. 2-yə B-yə. 3-də nə deyir? Bir-birindən fərqlənən bir neçə formanın yaranması, bu da disruptiv seçmədir ki, o zaman belə olacaq. 1A, 2B, 3C. A, B, C bu hansındadır? Bu da B bəndində verilmişdir. Yəni 40-da cavab B bəndi olacaq. Bu 5-ci test haqqında bu qədər. Yəni 5-ci test burada yekunlaşır. Ümid edirəm ki, testlərin izahı aydın oldu, anlaşılır oldu. Əgər videonu baxarkən videonu xoşunuza gəlsə, bəyənmə tuşuna basmağı unutmayın. Hər birinizə təşəkkür edirəm diqqətinizə görə. Testdə də nəsə bir ola bilsin ki, mənim diqqətimdən yayılan bir şey ola bilər, sizə maraqlı gələn bir fikir ola bilər. Bunu da yazıb bildirə bilərsiniz. Sonda hər birinizə təşəkkür edirəm. Çox sağ olun.